Məcburi köçkün kimi təqdim olunan Azərbaycan vətəndaşları bugündən yeni hüquqi kimlik qazanırlar. Bu, Milli Məclisin Əmək və Sosial Siyasət və İnsan Hüquqları Komitələrinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanunvericiliyə görə məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. Layihəyə əsasən vətəndaş qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək. Millət vəkili Vüqar Bayramov bildirir ki, məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri də mərhələli şəkildə yeni maddədə keçirilir. Belə ki, keçmiş məcburi köçkünlər öz ata-baba yurtlarına qayıtdıqdan sonraki 3 il müddətində sosial təminat proqramlarından yararlana biləcəklər. Bu deməkdir ki, bir tərəfdən həmin vətəndaşlarımız dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəklər, digər tərəfdən isə sosial qayğı ilə əhatə olunacaqlar. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdiriləcək. Hazırda 85 mindən çox vətəndaşımız işğaldan azad olmuş ərazilərimizdə məskunlaşıb, yaşayıb, təhsil alıb və çalışır. Bu baxımdan məskunlaşan keçmiş məcburi köçkünlər sosial inteqrasiya nəticəsində cəmiyyətin inkişafında daha fəal iştirak edə biləcəklər. Deputat həmçinin bildirib ki, Mənzil məcəlləsində təklif edilən dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədi ilə istifadə olunacaq. Artıq 35 mindən çox keçmiş məcburi köçkün geri qayıdıb və dövlət tərəfindən mənzil ilə təmin edilib. Yeni dəyişiklik həmin vətəndaşlarımızın mənzil hüququnun təsbit edilməsinə, bu sahədə hüquqi bazarın güclənməsinə imkan verəcək. Bu deməkdir ki, keçmiş məcburi köçkünlərə işğaldan azad olmuş ərazilərdə verilən yaşayış sahəsi dərhal onun mülkiyyətinə veriləcək. Xatırladaq ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Prezident tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib. Milli Məclis tərəfindən isə 11 qanun qəbul edilib. 2007-ci ildə 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələr ləğv edilib. 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə ləğv edilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb. Şəbnəm Qurbansoy, Xəzər xəbər.